Salam hörmətli YouTube kanalı izləyicilərimiz. Oğlan uşaqlarında enməmiş xaya problemlərindən danışmağa davam edirəm. Verilən sualların böyük əksəriyyətlərindən biri də xayaların gələcəkdə bədxassəli bir şeyə çevrilməsi və ya çevrilməməsi, bir də xaya problemi olan oğlan uşaqlarının gələcəkdə övlad sahibi olub olmaması ilə bağlı verilən suallardır. Qeyd edim ki, tibbi olaraq tək tərəfli enməmiş xayası olan oğlan uşaqlarında gələcəkdə övlad sahibi olma potensialı ilə hər iki xayası yerində olan və heç bir əməliyyat keçirməyən oğlan uşağı arasında heç bir fərq yoxdur. Bəs o zaman sual olacaq ki, nəyə görə tək tərəfli xayanı əməliyyat edirik? Madəm fərq yoxdursa, niyə əməliyyat edirik? Başqa bir səbəbə görə, yəni xayanı əməliyyat eləməsək, %100 enməmiş xaya atrofiya gedəcək, kiçiləcək, fəaliyyətini dayandıracaq və uşaq tək xaya ilə qalacaq. Bir də o toxumanın gələcəkdə təqribən 20 yaşından sonra onların əksəriyyətində mikroskopik dəyişikliklər baş verir və bədxassəli toxumaya çevrilirlər. Ona görə nəzərə almaq lazımdır ki, hər hansı bir səbəbdən əgər gələcəkdə belə bir problemlə uşaq qarşılaşmasın deyə biz xaya əməliyyatını saxlaya bilmərik. Ona görə 6-12-ci ay müddətində tövsiyə edirik ki, həqiqi enməmiş xayalar əməliyyat edilsin. Digər bir məsələ övlad sahibi olmaqla bağlı və bir gənc oğlan uşağının hər hansı bir fertilizasiya problemi ola bilərmi, yaxud da ki, cinsiyyət olaraq hər hansı bir cinsi potensialında bir problem ola bilərmi? Əlbəttə ki, xeyr. Yəni, bir xaya əməliyyatı keçirən və xayaları tam şəkildə yerinə endirilən, yaxud da bir xayası olan və ikinci xayası olmayan oğlan uşaqlarında potensial olaraq heç bir sağlam oğlan uşağından hər hansı bir fərqi olmaz. Yəni, deyəlim ki, yeniyetmə dövrünə gələcək, üzü tüklənəcək, səsi dəyişəcək, ikincili cinsi əlamətlər ortaya çıxacaq. Burada bir gecikmə olmaz. Yaxud da gələcəkdə övlad sahibi olma baxımından tək xayası varsa, istənilən sayda övlad sahibi ola bilər, hər hansı bir problem olmaz. Digər bir məsələ isə odur ki, xaya əməliyyatından sonra övlad sahibi olma məsələsi normal uşaqlara görə müəyyən qədər aşağıdır. Məsələn, iki tərəfli enməmiş xayadırsa, nə qədər professional şəkildə əməliyyat edilsə də, gələcəkdə bu ehtimal var. Təqribən, deyək ki, bir-iki xayası yerində olan oğlan uşağının 90% potensialı varsa övlad sahibi olmaq üçün, iki tərəfli enməmiş xaya əməliyyatı olan uşaqlarda isə bu təqribən 80%-dir. Yəni, 75-80%. Amma əməliyyat edilməsə, hərəkətli hüceyrə faizi hədsiz dərəcədə aşağı düşür, hətta azospermiya dediyimiz, yəni ümumiyyətlə sperm hüceyrəsi olmur bu oğlan uşaqlarında. Ona görə xüsusilə iki tərəfli enməmiş xayalara daha yaxından təqib edib, vaxtında diaqnostika edib, vaxtında əməliyyat olunmasını tövsiyə edirik. Bir də qeyd etmək istəyirəm ki, tək xayası olan oğlan uşaqlarında xüsusilə ikili idman növlərində travma alıb tək xayası da zədələnə bilər deyə xüsusilə ikili idman növlərindən biraz uzaq qalmağını tövsiyə edirik. Bir də psixolojik olaraq boş qalmış xayalığa yeniyetmə dövründə təqribən 15-16 yaşından sonra protez xayalar yerləşdirilə bilər ki, və bunun bir potensial olaraq, bir fiziolojik olaraq bir üstünlüyü yoxdur. Sadəcə görsəl olaraq xaya kisəsi boş qalmır və uşaq psixolojik olaraq daha rahat olmuş olur. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.